Salam dostlar. Deməli bu son günün ən ciddi müzakirələrindən biri Alyona Əliyeva, yəni Əliyevlə ailəsinin şəxsi həyatları barədə müzakirə aparmaq olar. Sual bundan ibarətdir və Mehmanın tənqid edən adamların böyük əksəriyyəti iddia edirlər ki, bir xanımın ailə həyatı haqqında danışmaq olmaz, onun şəxsi həyatı haqqında danışmaq olmaz. Və ən böyük, mənə görə demagogiya ondan ibarətdir ki, güya İlham Əliyevi öz silahı ilə vurmaq etik deyil. Burada çox ciddi dərəcədə fərqli bir mənzərə var. Birincisi, müzakirə olunan ailə kimdir, kimlərdir bu adamlar? Bu adamlar Azərbaycanı idarə edən ailədir. Söhbət bütöv bir ölkəni, bütöv bir məmləkəti, bütöv bir xalqı istismar edən, soyan, bir xalqı rəzil gününə qoyan ailədən gedir. Söhbət Azərbaycanda 93-cü ildə hakimiyyəti zorakılıqla ələ keçirən Əliyevlər sülaləsindən gedir. Və ölkədə sülalə rejimi qurulubdur, ölkədə konstitusiya tapdalanıbdır, ölkədə qanunlar işləmir. İlham Əliyev özünü şah və qanun elan edib və açıq şəkildə iddia edir ki, nəyi, necə, harada, necə etmək lazımdır, mən biləm. Və belə olan şəraitdə İlham Əliyevin ailə üzvləri hamısı Azərbaycan xalqını idarə etmək iddiasındadır. Baxın, İlham Əliyev prezidentdir, arvadı vitse-prezidentdir, ölkəni fond vasitəsilə Heydər Əliyev fond vasitəsilə idarə edirlər. Bunlar açıq şəkildə fonda rüşvət yığırlar. Leyla Əliyeva vitse-prezidentdir. Bu bala Heydər Əliyev dövlət iclaslarında iştirak edir. Nazirlər Kabinetinin iclaslarında iştirak edir prezidentin olduğu ilə. Masanın başında prezident, vitse-prezident və Heydər Əliyev oturur. Arzu Əliyeva dövlət tədbirlərində çıxış edir. Alyona Əliyeva artıq Azərbaycan ailəsinin, Azərbaycan idarə edən ailənin bir üzvü kimi Papaya təqdim edirlər, Vatikanda olur. Universitetdə Azərbaycan dilini bilmə, universitetdə akademiklərə, professorlar Azərbaycan dili haqqında dərs deyir, amma biz bilmirik hansı dildə dərs deyir. Ölkənin sərvətləri bunlara məxsusdur. Ölkədə polis, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat İdarəsi bu ailənin təhlükəsizliyi ilə məşğuldur. Ordu bu ailəyə tabedir. Belə olmalıdır, bu ailənin bütün əməlləri müzakirə olunmalıdır. Bax, sizə bir söz deyim. İlham Əliyev özünü dinin, milli, mədəni dəyərləri, Azərbaycan mentalitetinin hamisi və qoruyucusu elan edir. Və Mehman Əliyev araşdırmalarında Mehman Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi sənədlərdə məlum olur ki, İlham Əliyev ən böyük riyakardır və öz rəqiblərini, öz tənqidçilərini milli mənəvi dəyərlərə əməl etməməkdə günahlandıraraq, vuraraq, bununla şantajlayaraq özü əslində özünün elan etdiyi dəyərlərə küpürən, özünün elan etdiyi dəyərlərdən ancaq hakimiyyətini qoruyub saxlanması üçün istifadə edən bir adam olduğunu sübut etirdi. Bu, Alyona Əliyevanın timsalında. Qızlarının da timsalında oğlu barədə heç bir biz məlumat bilmirik. Çünki bizim bildiyimiz məlumat ondan ibarətdir ki, oğlu ümumiyyətlə xəstədir, aktivdir və s. və ilə. Amma hakim ailə müzakirə olunmalıdır. Bəli, müzakirə olunmalıdır. Və bunun çox sayılı. Həm Avropa İnsan Haqları Məhkəməsində bu işə bənzər qərarlar var. Bu ilə bağlı çox sayılı nümunələr var. Misal üçün, Britaniya kral ailəsi ilə bağlı Şahzadə Diana nümunəsi vardı. Onun şəxsi həyatı dəhşətli dərəcədə müzakirə olundu. Hər addım müzakirə olundu. Filankəslə sevgili oldu, filankəslə sevgili oldu və axırıncı iddialara görə də elə kral ailəsi tərəfindən qətlə yetirildi. Yaxud Şahzadə Henry, indi Epstein faillərində adı çıxır. Onun ümumiyyətlə bütün titullarından ləğv edildi və saraydan atılacaqlar. Bundan əvvəl də o bir xeyli titullarından ləğv olmuşdur. Məhz şəxsi həyatına görə. Obama'nın qızları ilə bağlı, Obama prezident olduğu dövrdə Obama'nın qızları ilə bağlı bir balaca, amma bir qalmaqala bənzər bir hadisə çıxmışdı. Clinton'un şəxsi həyatı ilə bağlı, o xanımla bağlı çox geniş müzakirələr səbəb olmuşdu. Hətta impeachment məsələsi gündəmə gətirilmişdi. Bugün
mehman düzləmir və yaxud da ki, Əliyevlə ailəsi müzakirə edilməməlidir. Şəxsi həyat prizmasında buna yanaşanda demagogiya ilə məşğul olurlar. Böyük əksəriyyət. Mən hər birini demirəm. Orada çox az faizli adamlar var ki, onlar səmimidirlər. Səmimidirlər, onların feminist baxışlarıyla sırf o yöndən baxırlar və yaxud da ki, qadın həmrəyliyi prizmasından baxırlar. Amma bu adamlar çox cüzdür, 1-2%. Böyük əksəriyyət riyakarlıq edir. Çünki böyük əksəriyyət bundan əvvəlki nümunələrdə səsləri çıxmayıb, heç bir şey deməyiblər, heç bir şey danışmayıblar. Başqa Azərbaycan müxalifətçilərinin şəxsi intim görüntülər yayılanda, yaxud jurnalistlərin intim görüntülər yayılanda səsləri çıxmayıbdır. Buna çox belə normal yanaşıblar və ürəklərində gülüblər, hakimiyyəti təqdir ediblər. Bir çox hallarda da iddia ediblər ki, bu əxlaqsızlıqdır, bu bizim milli mənəvi dəyərlərə ziddir, xüsusən də o Elman Nəsirov kimi çaqqallar, deputat. Və onun kimi bir neçəsi var ki, məsəl üçün, bu adamlar, bu hakimiyyət mizələri Azərbaycanda İlham Əliyevin rəqibləri barədə belə əxlaqsız videolar çıxanda, olan şəxsi həyatına müdaxilə edəndə, bunlar məsələyə milli mentalitet, din prizmasından baxıblar və bu İlham Əliyevin tənqidçilərini və yaxud rəqiblərini təhkirləməklə məşğul olurlar. Burada vəziyyət tamamilə fərqlidir. Əliyevlər ailəsi hakim ailədir, Azərbaycanda hakimiyyəti idarə edən ailədir. Bu ailənin hər bir addımı müzakirə olunmalıdır. Bax, burada məsəl üçün Mehman bu cüzdanşah verilişində deyir ki, bu Alyona xanım külli miqdarda pulu hansısa bir keçmiş dostlarından, sevgililərindən birinin adına köçürdü. Orada etiraz olunur ki, sən tez bu məsələni sevgili və yaxud da keçmiş partnyor səviyyəsinə endirdilər. Amma bax, külli miqdarda pul verib bina alanda, külli miqdarda pul verib yaxta alanda, külli miqdarda pul verib, nə bilim, şeylənəndə bu korrupsiya olur. Amma geçmiş patronuna, dostuna, qohumuna, Azərbaycan dövlətinə oğurlanmış 1 milyon dollar pul və yaxud da 500 min pul, 1000 manat pul göndərəndə bu korrupsiya olmur, eləmi? Korrupsiya korrupsiyadır. Azərbaycan xalqından oğurlanan pula yaxta alındı, yaxud da ki, işarət işləmə xərclərdə fərqi yoxdur. Və bu yanaşma Əliyevlə ailəsini müdafiə etməkdir, bu yanaşma Əliyevlə ailəsini zərbədən kənarlaşdırmaqdır, bu yenidən məsələni milli mentalitet səviyyəsinə endirməkdir. Burada hakim ailənin bütün hərəkətləri, tək hakim ailədən söhbət getmir. Hakimiyyətdə olan hər bir kəsin şəxsi həyatı deyilən bir şey yoxdur. Belə bir anlayış ümumiyyətlə yoxdur. Nə beynəlxalq hüquqda var, nə mentalitetdə var, nə dində var. Bu adamlar həyatları şəffaf olmalıdırlar. Bu adamlar elan etdikləri dəyərlərə sadiq olmalıdırlar. Deyirsə ki, mən müsəlmanam, müsəlman olmalı. Deyirsə ki, mən demokratam, demokrat olmalı. Yox, burada bu dəyərləri məni əzmək üçün istifadə edib, özlər kef eləyəcəklər, özlər arxada istədikləri uğraşlıq eləyəcəklər, oğurluq eləyəcəklər, uğraşlıq eləyəcəklər, rəqiblərini öldürəcəklər, döyəcəklər, şərqib həbsə atacaqlar, xaricdən uğrayıb Azərbaycana gətirəcəklər, başına kisə taxacaqlar və biz buna susacağıq, belə olmur. Və istənilən adam, biz İlham Əliyevin korrupsiyası ilə bağlı araşdırma aparırsa, onun ailə üzvlərinin davranışı ilə bağlı araşdırma aparmalıyıq. Çünki bu ailə bizi idarə etməkdə iddialıdır. Və o Alyona Əliyeva artıq Azərbaycan xalqını idarə edən 5-6 nəfərdən biri statusuna gələcək. Artıq onun kutka satan ailə üzvləri Azərbaycanda çoxsaylı əmlaka sahib olurlar. Bunu İlham Əliyev veribdir deyə o ailə məsuliyyətdən kənarlaşdıra bilməzsiniz. O ailə, o əmlakları qəbul edən adamlar 100% bilirlər ki, bu əmlaklar oğurluqla əldə olunur, korrupsiya yolu ilə əldə olunur. Azərbaycan xalqının malıdır, hansısa bir qonçar gəlib ona qona bilməz. Və bunu araşdırmaq, bunu demək, kimisə şəxsi həyatına müdaxilə eləmək deyil.
Sağ olun.